O şəkilləri. İnan Allah'a tabi söz deyim. O şəkilləri yaşadı. Bir de söz deyim. İnan hamdül Allah'a. O şəhidlik var ha. Onu biz bize kısmet olmaz. Her oğlana kısmet olmuyor şəhid. Öyle bir şey. Her oğlana hələ bilmirik biz nədir öləcəyik, nətər olacağıq. Ama emin kimi şəhid qəhrəman qardaşımıza, qəhrəman balayla bugün təklifimə sən gəlmişik. Belə bir xoş sözlə sənin könlünə çağıran, yenə deyirəm, düzdür sənin nə qədər olması gördüyün emini gəzir. Amma yenə deyirəm, biz emin gedən yolu gedəmərik. Allahın yanında bizim ixtiyarımız yoxdur, biz daha bilmərik. Emin Allahın yanındadır bu dəqiqə. Evdə emin kimi şəhidlərimizdə onların anası Allaha ən yaxın insanlardır. Allah sizə əmr versin, gözüm versin, baş əyrik qarşınızda. Allah yenə deyirəm, bizim üçün də çətindir, amma yenə deyirəm, bütün şəhid anaların ziyarət edə bilmirik, başa düşürləri çatdıra bilmirik. Bütün şəhid məzarların, inan Allah bu İsmail qardaşla, bu qardaşla, yəni hamısı məzarları gəlmişik. Bura gələndə dedik o anıya dəyməmiş biz gedəmərik. Ona yaza gəlir, mən söz verim. Söz verim ki, səni tək qoymarıq. Sən tək döyürsən, səni heç vaxt tək qoymarıq. Biz də sənin, ola bilər, az yaş fərqimiz ola, fərqi yoxdur. Biz də sənin evlatlarıyız. Biz də emin, bəli, bizi onun yerində gör. İnan Allah'a bu qapıya gələndə, heç öz evimə belə gəlir, gəlirəm sallahıma qənim olsun. Və bu qapılara gələndə bizi elə çəkik gətirir.